Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar. AzTV xəbərin növbəti buraxılışına baxırsınız. Prezidentin mətbuat xidmətinin məlumatını diqqətinizə çatdırırıq. Martın 31-də Prezident İlham Əliyev ilə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan arasında telefon danışığı olub. Məsud Pezeşkiyan müqəddəs Ramazan bayramı münasibəti ilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib, ən xoş arzularını çatdırıb. Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirərək öz növbəsində İran prezidentini və xalqını bayram münasibətilə təbrik edib. Məsud Pezeşkiyan təbriklərə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib. Telefon danışığı əsnasında ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin dinamikasından məmnunluq ifadə olunub. Hökumətlər arası komissiyanın fəaliyyətinə toxunulub. İqtisadi, ticarət, nəqliyyat, enerji və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Ötən gün saat 11:10 radələrində Ermənistan Silahlı Qüvvələrinin Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə məlumat yayım Müdafiə Nazirliyindən bildirilib ki, son günlər mütəmadi olaraq Azərbaycan ordusunun bölmələrini atəşə tutan, eləcə də mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan tərəfi təxribatlarını ört-basdır etmək məqsədi ilə dezinformasiyalar yayır. Azərbaycan ordusunun bölmələri tərəfindən güya Xanazaq yaşayış məntəqəsinin atəşə tutulması barədə Ermənistanın yaydığı məlumatın heç bir real əsası yoxdur, tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır. Qarşı tərəf bu cür yalan və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və təqribatlarını gizlətməyə cəhd edir, deyə məlumatda bildirilir. Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Herloman Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Almaniya Federativ Respublikasının prezidenti Frank-Walter Steinmeierin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olmuş ərazilərində yaradılan qondarma rejimin dırnaqarası bayrağını paylaşmaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı edilən paylaşıma görə kəskin etiraz bildirilib. Bölgəyə səfər zamanı bu açıq siyasi təxribatın qəbul edilməz olduğu, Almaniya tərəfinin bu paylaşıma görə ictimai şəkildə üzrxahlıq etməsinin zəruriliyi diqqətə çatdırılıb. Almaniya prezidentinin bu paylaşımdan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəkləndiyi barədə bəyanatlara və davam edən sülh prosesinə zidd olduğu vurğulanıb. Bununla yanaşı Qarabağ bölgəsinin erməni sakinləri barədə fikirlər ifadə olunarkən, Azərbaycanın keçmiş işğal olmuş ərazilərindən və Ermənistandan zorla qovulmuş 1 milyondan artıq Azərbaycanlının hüquqlarına məhəl qoyulmamasının Azərbaycana qarşı qərəzli münasibətin daha bir göstəricisi olduğu qeyd edilib. Azərbaycanın 30 ilə yaxın müddətdə davam etmiş münaqişəni hərbi, siyasi yolla həll etdiyi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyi, münaqişənin keçmişdə qaldığı Almaniya tərəfinin diqqətinə çatdırılıb. Mətbuat Şurası Almaniyanın Deutsche Welle platformasında Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı yayımlanmış sənədli filmi jurnalistika prinsiplərinə zidd hal kimi qiymətləndirir. Media qurumunun anti-Azərbaycan dəstxəttindən təəssüfləndiyini bildirir. Bununla bağlı Şuranın yaydığı bəyanatda qeyd olunub ki, sənədli film Fransanın erməni lobbisi tərəfindən hazırlanıb və tərcümə edilərək olduğu kimi Deutsche Welle-də yayımlanıb. Halbuki orada dinc Azərbaycanlıların düşdükləri acınacaqlı durumu əks etdirən video görüntülər yer alıb. Həmin kadrlardakı şəxslərin Qarabağı tərk etmiş ermənilər olaraq qələmə verilməsindən tutmuş ekspert qismində yanlış etnik ermənilərin fikir bildirmələrinədək bir çox müxtəlif məqamlar tərəfkeşlik, sivil peşə normalarına həqarətdir. Deutsche Welle-nin aşkar ermənipərəst mövqeyi yol verilməzdir və regionda sülh gündəliyinə ciddi zərbədir. Mətbuat Şurası Alman media orqanına Azərbaycan və Ermənistan arasında yeni qarşıdurma yarada biləcək təqdimatlardan uzaq durmağa, əsl həqiqətləri cəfəng baxış və düşüncələrə qurban verməməyə, obyektivliyə və qərəzsizliyə söykənməklə öz yayım siyasətində dəyişikliklər aparmağa çağırıb. Niderlandın Haaqa şəhərində yerləşən Ədalət Sarayının qarşısında aksiya keçirilib. Niderland, Belçika, Almaniya və Çexiyada yaşayan 100-dən çox soydaşımız bəzi Avropa ölkələrində və siyasi institutlarda ölkəmizə qarşı qərəzli mövqeyə etiraz səsini ucaldıblar. Ətraflı Azərbaycan televiziyasının Avropa təmsilçisi Elzar Ağayev Haaqadan xəbər verir.
Azərbaycan torpaqlarının işğalına son qoyulsa da, bastırılmış minalarla Ermənistanın ölkəmizə qarşı terroru davam edir. Bu faktı görmək əvəzinə bəzi Avropa siyasi institutları, o cümlədən bəzi Avropa ölkələri əksinə Azərbaycan xalqına qarşı konkret cinayətlər törətmiş şəxslərin azad olunmasını istəyir. Bugün Haqada Ədalət Sarayının qarşısında soydaşlarımızın keçirdiyi aksiyada bu ikili standartlara və qərəzli yanaşmaya etiraz edilir. Aksiya iştirakçılarının tələbləri ingilis və holland dillərində səsləndirildi. Bildirildi ki, Avropa Parlamentinin, eləcə də bəzi ayrı-ayrı Avropa ölkələrinin ölkəmizə qarşı qərəzli qətnamələr qəbul etməsi yol verilməzdir və bu yanaşmaya son qoyulmalıdır. Bu qətnamələrdə Azərbaycan xalqına qarşı soyqırım törətmiş cinayətkarların azad edilməsi tələblərinin yer alması isə insan hüquqları prinsiplərinə, beynəlxalq hüquqi normalara tamamilə ziddir. Azərbaycana qarşı törədilən cinayətlərin Ermənistan tərəfindən öz ədalətini tapmağıdır. Buna misal olaraq minalanmış ərazinin xəritələrini verməməsi, Azərbaycan tərəfindən tutulmuş cinayətkarların Avropa Parlamenti onu azadlığı buraxmasını istəyir, ancaq bu heç bir ədalətə uyğun deyil. Bundan əlavə Xocalı soyqırımını misal göstərmək olar, hansı ki Avropa Parlamenti bunun üzərində ciddi işlər görmür. Hollandiyada Avropa Parlamentində ölkəmizə qarşı qərarsız qətnamələrin və hal-hazırda Azərbaycanda həbsdə olan hərbi cinayətkarların buraxılmasını bizdən rica eləyirlər və biz bunlara çatdırmaq istəyirik ki, onların heç biri hərbi, mülki Ermənistan vətəndaşı və sıravi əskər deyil. Onlar 1-ci, 2-ci Qarabağ müharibəsinin təşkilatçıları hərbi cinayətkarlardır. Avropa Parlamentinə, o cümlədən sülh Aksiyada dünya ictimaiyyətinə ədalət, beynəlxalq hüquqa dönüş çağırışları səsləndirildi. mitingdə iştirak edən hər bir həmvətənimizə dərin təşəkkürümü bildirirəm. Mənim arxamdakı Ədalət Sarayında oturanlar bu məsələdə ədalətli yanaşma sərgiləmədilər. Mən həm də Niderland parlamentinə səslənirəm. Parlamentdə bəzi siyasi partiyalar Qarabağla bağlı faktları inkar edirlər. Bizim parlament Qarabağda ermənilər tərəfindən törədilmiş cinayətləri, soyqırımını qəbul etməlidir. Sonda aksiyanın bəyanatı oxundu və onun Haqadakı beynəlxalq təşkilatlara, xarici ölkə səfirliklərinə göndəriləcəyi bildirildi. Ədalət Sarayı qarşısındakı aksiyadan sonra isə Haqada Xocalı qurbanlarının xatirəsini əbədiləşdirən abidə ziyarət edildi. Avropa siyasi institutlarından ədalət tələbi ilə bağlı tədbirlərin bundan sonra da davam etdiriləcəyi qeyd edildi. Elzar Ağayev, Natiq Çıraqzadə, Azərbaycan Televiziyasının Avropa bürosu, Haqa, Niderland Krallığı. Madriddə Weimar Plus formatında Ukraynaya dəstək qrupunun 4-cü iclası keçirilir. Müzakirə mövzuları Ukraynaya hərbi yardımın artırılması, təhlükəsizlik zəmanətləri və Avropanın sülh prosesindəki roludur. İclas 2 sessiyadan ibarət olacaq. Görüşdə Fransa, Almaniya, İtaliya, İspaniya, Polşa və Böyük Britaniyanın xarici işlər nazirləri, həmçinin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas və Avropa Komissiyasının müdafiə siyasəti üzrə ali nümayəndəsi Andrius Kubilius da iştirak edirlər. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas qeyd edib ki, Rusiyanın atəşi dayandırması vacibdir. Rusiyanın da razılaşması, atəşi dayandırması, Rusiyaya deportasiya edilmiş Ukraynalı uşaqları qaytarmaqla və ya hərbi əsirləri azad etməklə xoş niyyət nümayiş etdirməsi lazımdır. Ona görə də Amerika Birləşmiş Ştatları bu müharibəni dayandırmaq üçün Rusiyaya daha çox təzyiq göstərməlidir. Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları səngimir. Rusiya 130-dan çox pilotsuz uçuş aparatı ilə Ukraynaya hücum edib. Dronlardan 57-si vurulub, 45-i isə hədəfə çatmayıb. Bundan əlavə Ukraynaya 2 İskəndər M ballistik raketi atılıb. Ukrayna hərbi hava qüvvələrindən bildirilib ki, hava hücumlarında Kiyev, Xarkov, Jitomir, Sumi və Donetsk vilayətləri hədəf alınıb. Ardıcıl bir neçə gecə hücuma məruz qalan Xarkovda 3 nəfərin xəsarət alması barədə məlumat verilir. 35 mülki şəxs xəsarət alıb. Dronlar sənaye binasının və ambarın damına düşüb, yanğınlar olub, yaşayış binaları və uşaq bağçası zədələnib. Rusiya səmasında isə əksəriyyəti Bryansk üzərində olmaqla Ukraynaya məxsus 66 pilotsuz uçuş aparatı vurulub.
Həmasa qarşı hərbi əməliyyatları bərpa edən İsrail ordusu Qəzza zolağını növbəti dəfə bombardıman edib. Son məlumatlara görə hava və artilleriya zərbələri nəticəsində martın 18-dən indiyədək 1001 Fələstinli həyatını itirib, 2359 nəfər isə yaralanıb. Anklavın səhiyyə rəsmiləri son 48 saatda 80-dən çox mülki şəxsin münaqişə qurbanına çevrildiyini açıqlayıb. İsrail ordusu isə əməliyyatlara paralel olaraq Qəzza zolağının şimalında Həmasa aid 1 kilometrlik tunelin partladıldığını əks etdirən görüntüləri paylaşıb. İsrail Müdafiə Ordusu bölgədə keçirilən əməliyyatda 50-dən çox Həmas silahlısının zərərsizləşdirildiyini açıqlayıb. Gürcüstan parlamentində qanunvericilik müzakirələri aparılır, müxalifət isə etiraz aksiyası keçirir. Bizə son məlumatları isə Tbilisidən Gürcüstan üzrə xüsusi müxbirimiz Ruslan Həsənov çatdıracaq. Gürcüstanda 1991-ci il 31 mart referendumunun 34-cü il dönümü qeyd edilsə də, paytaxt Tbilisidə siyasi gərginlik yaşandı. Keçmiş prezident Salome Zurabishvili parlament önünə quraşdırılan səhnədə çıxış edərək, etirazçılara dəstək verərək onları mübarizəyə səslədi və hakimiyyəti qeyri-legitim seçkilər keçirməkdə ittiham elədi. O, hökumətin siyasətini sərt tənqid edərək növbədən kənar parlament seçkilərinin keçirilməsini tələb etdi. Salome Zurabishvilinin çıxışından sonra parlament önünə toplaşan insanlar yavaş-yavaş dağılışmağa başladı. Elə kadrlarda da gördüyünüz kimi insanlar hissə-hissə artıq ərazini tərk edirlər. Parlament üzvləri isə bildirirlər ki, Zurabishvilinin Baltikyan ölkələrə səfəri də bu prosesin tərkib hissəsidir. Ekspertlər isə qeyd edirlər ki, keçmiş prezident Litva, Latviya və Estoniyada çıxış edərək Gürcüstan hökumətini Rusiyaya yaxınlaşmaqda ittiham eləyib və Qərbi buna qarşı addımlar atmağa çağırıb. Onun bütün hərəkətləri Gürcüstanda sabitliyi pozmağa yönəlib. Bununla yanaşı Zurabishvilinin Gürcüstan-Ermənistan futbol maçında baş verən insidentə görə ermənilərdən üzr istəməsi cəmiyyətdə bir mənalı qarşılanmayıb. Gürcü ictimaiyyətinin bir hissəsi bunu ölkənin maraqlarına zidd addım kimi qiymətləndirib. Onlar bildirirlər ki, indiyədək nə Ermənistan rəhbərliyi, nə də erməni ictimai təşkilatları Abxaziya müharibəsində erməni silahlılarının separatçılarla birgə döyüşməsinə görə Gürcüstandan üzr istəməyib. Nəyə görə Zurabishvili ermənilərin paytaxt Tbilisidə etdiyi nalayiq davranışlara görə Ermənistandan üzr istəməlidir deyə suallar ünvanlanır. Gürcüstanda küçəni yenidən ayağa qaldırmaq cəhdi qlobalist qüvvələrin və Deep State-in suveren milli dövlətlərə qarşı strategiyasına tamamilə uyğun gəlir deyə ekspertlər bildirirlər. Onu da qeyd edim ki, son vaxtlar aksiyaların əvvəlki qədər kütləvi olmadığı və iştirakçıların sayının getdikcə azaldığı müşahidə olunur. Ekspertlər Tbilisi sakinlərinin küçə yürüyüşlərindən yorulduğunu və bu aksiyaların ictimaiyyət arasında əvvəlki qədər dəstək qazanmadığını vurğulayırlar və Gürcüstan mətbuatında da bu kimi ekspertlər öz fikirləri ilə çıxış edirlər. Görünən odur ki, Gürcüstan yenidən suveren dövlətlərdə sabitliyi pozmağa cəhd edən qlobal güclərin diqqət mərkəzindədir. Ruslan Həsənov, Ruslan Əhmədov, Azərbaycan televiziyasının Gürcüstan bürosu, Tbilisi. Fransada siyasi təlatüm yeni bir mərhələyə qədəm qoydu. Müxalifət lideri Milli Birlik Partiyasının başçısı Marine Le Pen məhkəmə hökmü ilə siyasi arenadan uzaqlaşdırıldı. Ona qarşı irəli sürülən ittihamlar Avropa Parlamentinin vəsaitlərindən sui-istifadə ilə bağlı olsa da, həqiqət daha mürəkkəb və qorxuncdur. Fransa demokratiyası artıq süni nəfəs rejimindədir. Məhkəmənin qərarı ilə Le Pen 4 il müddətinə azadlıqdan və 5 il müddətinə dövlət vəzifələri tutmaq hüququndan məhrum edilib. Bu qərar Le Penin 2027-ci il prezident seçkilərində iştirak imkanlarını tamamilə məhdudlaşdırır. Fransa xalqının seçim haqqı məhkəmə zalında bir neçə hakim və dövlət aparatının icra etdiyi qərarla əlindən alındı. Məsələ təkcə Le Penin korrupsiya ilə bağlı ittiham edilməsində deyil. Siyasi liderlərin maliyyə fəaliyyətləri hər zaman araşdırılır, amma nə üçün məhz indi? Le Penin Fransanın siyasi arenasında Macronun ən güclü rəqib olması faktdır. O, son prezident seçkilərində Macronla baş-başa gəlib milyonlarla fransızın etimadını qazanıb. İndi isə birdən-birə onun siyasi karyerasına son qoyulur. İndi Fransa xalqı üçün alternativ qalmır. Siyasi sistemin əsas prinsipi olan rəqabət burada məhv edilir. Macronun illər boyu apardığı siyasət demokratik dəyərlərə vurulan ciddi zərbələrlə yadda qalıb. O, etirazları sərt şəkildə yatırtdı, mətbuata nəzarəti artırdı və indi də müxalifəti sıradan çıxarmağa çalışır.
Sarı jiletlilər hərəkatını xatırlayaq. Makron hökumətinin vergi siyasətinə etiraz edən milyonlarla fransız küçələrə axışanda hökumətin cavabı kifayət qədər qəddar oldu. Polis zorakılığı, minlərlə həbs və mediada bu etirazların tədricən marjinallaşdırılması. Bu artıq Makronun siyasi strategiyasının bir hissəsidir. Narazılığı zorla bastırmaq. İndi isə bu taktika Marine Le Pen'i hədəf aldı. Məqsəd, rəqibin siyasi nüfuzunu sarsıtmaq, seçkilərə qədər onun tərəfdarlarını ruhdan salmaq və müxalifəti parçalamaq. Korrupsiya ittihamları ilə bağlı Fransa siyasi səhnəsində başqa adlar da var. Makronun öz hökumətində belə qalmaqallı maliyyə məsələləri var. Əgər qanun hamı üçün eynidirsə, niyə bu cür seçici ədalət tətbiq olunur? Le Pen'in siyasi arenadan uzaqlaşdırılması təkcə onun tərəfdarları üçün deyil, bütün Fransa üçün təhlükəli bir president yaradır. Bu, Fransada demokratiyanın məhvi deməkdir. Əgər Le Pen'in həbsi ilə siyasi rəqiblər susturulursa, sabah başqa bir müxalifət lideri də hədəfə alına bilər. Əgər müxalif liderlərini siyasi motivli məhkəmə qərarları ilə sıradan çıxarmaq mümkündürsə, bu artıq demokratiya deyil. Bu, avtoritarizmdir. Fransa tarixin ən çətin sınaqlarından birini yaşayır. Demokratiya sadəcə bir seçki ilə ölçülmür. O, azad rəqabət və xalqın iradəsinə hörmət tələb edir. Marine Le Pen'in həbsi isə bu prinsiplərin tədricən yox edildiyinin bariz nümunəsidir. Fransa artıq bir sual qarşısındadır. Makronun avtoritarizmə doğru atdığı bu addımlara müqavimət göstərəcək, yoxsa onun qurduğu yeni siyasi sistemə boyun əyəcək? Orxan Qayıbov, ASTV Xəbər. Özbekistanın şərqindəki Əndican vilayətində məscidlərdən birində partlayış baş verib. Səbəb qaz sızması olub. Hadisə nəticəsində məsciddəki dəstəmaz otağı dağılıb, 3 nəfər həlak olub, 10 adam isə xəsarət alıb. Bu barədə Özbekistan Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb. Nazirliyin rəhbərliyi və rəsmiləri hadisə yerində olub. Vəziyyətin tam nəzarətə götürüldüyü bildirilir. İspaniyanın şimalında kömür mədənində ölümlə nəticələnən qəza baş verib. Asturias regionunda qeydə alınan hadisədə 5 mədən işçisi həyatını itirib, 4 nəfər xəsarət alıb. Əraziyə təcili yardım briqadaları ilə yanaşı 3 helikopter cəlb olunub. Yerli medianın məlumatına görə qəza mədəndəki avadanlıqlarda yaranan nasazlıq səbəbindən baş verib. Faciə ilə əlaqədar 2 günlük matəm elan edilib. Myanma tarixinin ən güclü zəlzələsində həyatını itirənlərin sayı sürətlə artır. Son məlumatlara görə 7,9 bal gücündəki yeraltı təkanlar 2000-dən çox insanın həyatına son qoyub. İtkin düşən yüzlərlə insanın taleyi isə məlum deyil. Cümə günü saat 12 radələrində baş verən zəlzələdən 3 gündən də çox vaxt keçsə də, həm fəlakət zonası, həm də xəstəxanalarda xilas etmə işləri sürətlə davam etdirilir. Ölkə rəsmilərinin məlumatına görə Myanmanın mərkəzində qeydə alınan təkanlarda həyatını itirənlərin sayı 2056-ya çatıb. 4000-ədək insan xəsarət alıb. Xeyli sayda yaralının vəziyyəti ağırdır. Azı 270 nəfərində itkin düşdüyü bildirilir. 7,9 bal gücündəki zəlzələ ölkənin ikinci böyük şəhəri Mandala yaxınlığında baş verib. Ən çox insan tələfatı və dağıntı isə o qədər də uzaqda olmayan Sigan şəhərində qeydə alınıb. Sigan şəhərinin 80% dağılıb. Bizim olduğumuz tərəfdə xeyli insan həlak olub. Dağıntı və tələfatın çoxu şəhərin özündə qeydə alınıb. Bəzi yollar və körpülər tamamilə dağılıb. Xeyli adam dağıntıların altında qalıb. Mandalay şəhərində isə çox mərtəbəli binalar çöküb. Mərtəbələrin yerlə bir olması ilə daha da çətinləşən axtarış xilas etmə işlərinə qonşu ölkələrdən də briqadalar cəlb olunub. Faciə ilə əlaqədar Myanmada bir həftəlik matəm elan edilərkən, bu ölkəni sarsıdan zəlzələ Taylandda da çoxsaylı ölümlərə səbəb olub. Son məlumatlara görə Taylandda dağıntılar altından azı 20 nəfərin cəsədi çıxarılıb. Onlarla insan itkin düşmüş hesab edilir. Xəzər Əbdüləliyev, Orxan Qayıbov, ASTV Xəbər. Hörmətli tamaşaçılar, siz ASTV Xəbərin növbəti buraxılışına baxdınız. Özünüzə də yaxşı baxın, salamat qalın.